Əgər sən bu videonu izləyirsənsə, Azərbaycanın hansısa bir bölgəsindən, şəhər, rayon və kənd və sən hər gün boş-boşuna TikTok izləmək üçün öz vacib və qızıl vaxtını xərcləyirsənsə, boş-boşuna TikTokda Reelslara baxırsansa və sənin məqsədsiz şəkildə həyatına davam edirsənsə, bu normal bir şey deyil. Ayılmalısan sən, sən qabağına məqsəd qoymalısan və həyatını dəyişmək üçün, həyatını mənaya gətirmək üçün nəylərləsə məşğul olmalısan. İlk öncə əlbəttə ki, bu nə ilə məşğul olmaq istədiyin sualına cavabla başlayır. Mən nə ilə məşğul olmaq istəyirəm, mənim arzum nədir? Mən bu həyatda nəyə nail olmaq istəyirəm və özümdən sonra nə qoyub etmək istəyirəm? Əgər sən bu sualları özünə vermirsənsə, boş-boşuna yaşayırsansa, yatıb durmaq üçün, işləmək üçün və həyatını mənasızcasına keçirmək üçün, çayxanaya getmək, kafeyə getmək, boş-boşuna, lazımsız insanlarla oturub durmaq, lazımsız yerlərə getmək, lazımsız ziyanlı maddələrdən istifadə eləmək, narkotik olsun və ya alkoqol olsun. Boş-boşuna bunlardan istifadə edib lazımsız və həzz ki alırsan, halbuki bu həzz deyil, ləzzət deyil, bu sadəcə olaraq özünü aldadırsan və öz sağlamlığına ilk öncə ziyan vurursan və mənəviyyatını xarab edirsən və canına da ziyan vurursan. Boş-boşuna həyat gedir. Bir də ayılacaqsan ki, sənin 30 yaşın var, sən heç nəyə nail olmamısan, sənin övladların böyüyür, sən bir valideyn kimi və ya qardaş kimi heç kimə bir xeyir gətirmirsən, səndən ancaq ziyan gəlir insanlara, nə millətinə, nə ailənə və s. heç kimə bir xeyrin yoxdur. Nəyə lazımdır bu həyatı yaşamaq? Yəni, bu insan ölü bir insandır, sadəcə olaraq ölü olduğunu başa düşməyən bir insandır. Bu cürünə lazımsız bir həyat yaşamağın nə mənası var? İnsan qarşısına məqsəd qoymalıdır, xeyir verməlidir insanlara və gözəl bir həyat yaşamalıdır, ailəsinə, övladlarına və Allahına xeyirli bir bəndə olmalıdır. Və sən bu format həyat yaşadıqca sən həyatın ləzzətini də alacaqsan və həyat sənin üçün məna da kəşf eləyəcək. Amma insan boş-boşuna həyat yaşayanda lazımsız ki, aciz insanlar bununla məşğuldur. Həzz adını qoyublar, ləzzət almaq. Bu ləzzət deyil sadəcə olaraq. Normal, ağlı və məntiqi olan insan acı bir su içməklə piyan hala gəlib, ondan ləzzət və həzz almır. İdmanla məşğul olmaq lazımdır, sağlam olmaq lazımdır ki, sənin normal, sağlam da bədənin olsun. Və narkotik vasitədən istifadə etmək lazım deyil ki, sənin gələcəyin uğurlu olsun, inkişaf edəsən və həyatın gözəl nemətlərinə bəhrələnəsən, həyatını yaşayasan. Bu sözlərin barədə biraz fikirləş, çalış həyatını dəyiş.